Salam, hörmətli izleyiciler, hörmətli könüllü ictimai nəzarətçilər. Mən Zülfüqarov Təyyar Mahmudoğlu, Könüllü İctimai Nəzarət İctimai Birliğinin sədri. Artıq 3 il 7 aydır ki, Azərbaycan Respublikasının bütün rayonlarında fəaliyyət göstəririk. Hər bir rayonda üzvlərimiz var. Fəaliyyətimiz könüllü olarak ictimai nəzarəti həyata keçirmək, insanların qayğısına qalmaq, dövlətimizin qayda qanunlarına əməl olunmasını həyata keçirmək. Bildiyiniz kimi 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Başkomandanı Möhtərəm İlham Heydaroğlu Əliyev cənablarının rəhbərliyi ilə müharibəyə son qoyulmaq üçün 26 sentyabrda göstəriş verildi və gecə ilə 27 sentyabra keçən gecə əməliyyatlar başladı. Ordumuz hərəkətə keçdi və bir neçə rayonlar tez bir zamanda erməni işğalçılarından azad olundu. Ümumilikdə 44 gündən sonra Qarabağ ərazisi bütün işğalçılardan, erməni və digər olaraq kömək edən havadarlarının işğalından azad olundu. Azərbaycan bir neçə gündən sonra və 2023-cü ildə sonuncu dəfə antiterror əməliyyatı keçirdi. Torpaqlarımızda olan işğalçılar zərərsizləşdirildi. Hal-hazırda Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təsdiq eləyir. Biz buna görə Azərbaycan Respublikasının Ali Başkomandanı, ölkəmizin möhtərəm prezidenti İlham Heydaroğlu Əliyev cənablarına könüllü ictimai nəzarətçilər olaraq minnətdarlığımızı bildiririk və ölkəmizin azad, suveren, müstəqil olmasını bir daha alqışlayırıq. Bu münasibətlə hər kəsi təbrik eləyirəm, hər kəsə uğurlar və möhkəm can sağlığı arzu eləyirəm. Uğurlarımız daim olub, bundan da sonra da olacaq. Azərbaycan Respublikasına eşq olsun. Hörmətlə Könüllü İctimai Nəzarətçilər İctimai Birliğinin sədri Təyyar Mahmudoğlu Zülfüqarov.